Y. Aşağı başı. 3 fx beraberdir menfi 5. İptidai fonksiyonu ünlü şeklinde tap. Bir de ne tapmısan? Bir de y. Bir de y bəndi tapmısan. Deməli, amma dedi axı qabağa 2-də 1 atasıyıq, mürəkkəbdir. Y yox, C-dir cavab. Həqiqi. Mürəkkəbdir axı. Yaxşı. Tamam. Tamam. 3-də nədir cavab? 3'te de d yazdım. D. 5-in integralı nedir? Menfi 5x. Şurada sən niyə D dedin onda? B deyil cavab. B. B. Ben d yazmışam. Sən get bala. Dərsdən çıxan kimi get 1 saatlıq yat, o biri saat 8-dəki bloka gələrsən. Başlayalım. Ciddiyəm ha. Ağlını başına topla. Deməli ağıllı. 5-ə baxırsan, 6-ya baxırsan. Gözləyirəm. Başlayalım. Başın var olsun. Oy. Beşte C. 5-də C düzdür, 6-da? 6'da A olduğunu düşünürəm. Yox, A deyil. Qızım, sənə deyir ki, funksiya aşağıdakı funksiyalardan hansının ibtidai funksiyasıdır? Yəni aşağıdakilərdən hansının integralı bunu verir? Biz də demişik ki, integral törəmənin tərsidir də. Onda gəl bizə nəticəni verib. Biz o nəticənin törəməsini tapaq. O nəticənin törəməsi elə bizə integralı verir. Başa düşürsən? Verilmiş misalın törəməsini tapacaqsan. Bunun törəməsini tap, törəmədən nə alsan o sənin integralındır. Çünki sən deyir bu integraldır, cavabdır. Aşağıdakilərdən hansının integralı bu eləyir? Sən də oturub bir-bir qiymətləri yoxlayasa deyilsən ki, plusdakı burada hasilin integralını tapmaq bilmirsən. Yəni bu baxımdan ki, elə ən yaxşısı, ən təmizi bunun törəməsini tapmaqdan keçir. Yəni törəməsini tap gör nədir? Variant odur. Aha. Yəqin ki bilirsən də hasilin də törəməsi. 7. Ay, aferin sənə. Hazır. Hə Allah. Deməli qızım, gəl davam eləyək. İndi baxırsan 9 ilə 10-a. 9, 10. Bir də 12-yə baxasıyıq. 9, 10, 12. 10, 12.
12. Aha. Bax bircə dəqiqə gəlirəm. Açım. Hə. 29-da B-dir dedin. Bəli. Necə tapmısan? Ay sən biraz mənə də saçma qəriz deyə. Deməli, gözdə baxın. X üstü 3-də 1, 3-də 4, 4-də 3. Ay sol. Birinci hissəsi doğrudur. İkinci düzdür. Doğrudur. Onda nə tapmısan? Onu indi keç. Hə, tamam. Düzdür, qoçaq. İkisi Sadəcə də onda feylə. ucu mürəkkəb nəysə tap, heç nə demirəm. Onu deyirdiz. Hə. Deyirdiz də nə say müəllim deyil. Yox, qalsın ürəyimdə. Deməli belə. Bax özün. Yox, mən ürəyə atmayın ay müəllim. Ürək həssas yerdir. Bəli, düz deyirsən. Amma da müəllimdə ürək qalmayıbdı. Ay Allah. Bəli. Yaz görüm. Ne demirsiniz? Necə? Demirsiniz. Yox. Yaxşı, mən atım. Yaz. Pifagor, bacararsan sən. Düzdür. Sadəcə bir Nə şey bileyim. bayaq dedim ki mən sənə bir İkidə biri. bölünsün. Qızım ondan kənar. 1 bölünsün 2 kökətdə x-in inteqralı kökətdə x-i verir. Amma sənin bu misalında 2 yoxdur da, əmsalda 2 yoxdur. Onu vuraq sürətə də məxrəcə də. Elə bil bunu 2-yə vursan, qabaqdakı 2-ni saxla. 1 bölünsün 2 kökətdə 2x üstə gəl 3. Elə kökətdə 2x üstə gəl 3-ü verir. Sadəcə qabağa indi bir də bu mürəkkəbdir deyə tərsin vurursan deyə. Bundan bu ixtisar onsuz da gedir. Cavab B bəndinə gəlib çıxır yenə də. Anladın? Bəli. Şöp. İndi gedirsən ağıllı. 12-də isə qüvvət üstü şəklində göstərib tapırsan. Qüvvət bir vahid artır, bölürsən həmin qiymətə həmin söhbətdir. Hadi bakalım 12-ni tap. Bacarar. Bir dəqiqə baxın. Qızım, mənfi yoxdur, deyil. Adı. İndi tapmaca tapmırıq da yəqin ki. Yo, qətiyyən. 2 variant plus arasında qalmışam. Anladım. O da deyil. Onu da bilmirəm. Yazamadım. Taparsan. İşarə söhbəti var, ağıllı. Yazarsan, diqqətli ol. Dəqiqə. 2x üstə gəl 3-ün qüvvətini nə şəklində göstərdin? 4. Mənfi 4 oldu. Mənfi 3 olar o. Bildin. Mənfi də gələcək qabağa. Ağıllı, bax. Birinci bunu göstərirsən. Bircə dəqiqə gözlə. Bunu göstərirsən, 2x üstə gəl 3-ün qüvvətində mənfi 3 kimi qabağa 5-i keçirdirsən. İndi deyirsən, qüvvət bir vahid artır, qüvvəti bir vahid artırırsan, artırdığın qiyməti də bölürsən. Sadəcə mürəkkəb olduğuna görə də qabağa bir dənə də tərsi keçir, yəni 2-də 1. Yaxşı? Opşilikdə məxrəcdə mənfi 4 eləyir, sürətdə 5 vurulsun, 5 vurulsun. 2x üstə gəl 3-ün qüvvətində mənfi 2 eləyir, tamam mı? Tamam. Mənfi 2-də zaten mənfi olan yerlərini dəyişir kvadrat. Bəli. Mənfi 4 qalıb qabaqda, mənfi qalıb qabaqda, işin yoxdur. 4-də 5. Bu da 1 bölünsün deməkdir də, yəni məxrəcə düşür. Məxrəcdə 2x üstə gəl. Yer. Belə, bu şəkildə bunun kvadratı. Yaxşı, Bəli. bildin? Bəli. Biraz əyri yürü yazdım, neysə. Niyə başmışdım? Hə, tamam. Gəl indi bunun bir variantını özün tapacaqsan və davamını. Deməli qızım, 13, 14 və 16. Hadi bakalım, qoçaq. Buyur. Özüm də gəlirəm. Nə oldu? Qorxdum eş. Yaxşı. 13-də nə tapmısan? 14-də mənfi 7 var. 14-də mənfi 7 yox. Mən necə tapdım 13-də bunu? nə tapmısan 13-də? 13'də variant yazmamışam. Mənfi 2 bölünsün 5 aşağıda da 5 vurulsun 5x çıx 3 kvadratı. Bax gör elə bir variant var. Hə, 2 var. bölünsün. B bənd dersən. A. B bənd. Mənfi dedim axı. Ağılı mənfi Hə, mənfi dedim. B, hə. Düzdür, düzdür. Bu doğrudur. Qızım, indi 14 nömrəli suala baxaq. 14 nömrəli sualda elə bir səhv tapdım.
4 dəfə 3-ün Sənə şərtdə deyir ki, 12. bax bu böyük fx balacanın integralıdır. Yəni ibtidai funksiyasıdır. Gəl gedib balacanın integralını tapaq. Bu bizə böyüyünü verir də. Bunun integralı böyüyünü verir. Bunun integralı bizə nəyi verəcək? Gəl bir dənə bunu hesablayaq. D integralını yazım. 3x kvadratı çıx 4x üstə gəlsin c. Ay, sağ ol. Bu bizim fx-imizdir, böyük fx-imiz, yaxşı. Sənə deyir ki, f-in yerinə 2 qoyanda cavab -3-ə bərabər olub. Gəl qoyaq. Mən elə bunu sizə yazıb atmışdım, axı mən bunu necə səhv elədim? Bu olur 3 vurulsun 2'nin kvadratı, çıxılsın 4 vurulsun 2, üstə gəl c bərabərdir -3'ə. Buradan tapırsan. Mən yarımçıq yazmışam. Yo, düz yazmışam. Orada F1 istəyir axı. Mən F1-i tapmamışam. Hə, yerinə qoyub bir də f1-i hesablayacaqsan. Deyirəm axı mən nə isə səhv eləməmişəm. Mən amma səhv eləyirəm. Bəli. Yes. -8 var. Var idi deyəsən. 8, bəli var. Hə, Şo. Qızım, indi yarımçıq yazmışam, birləşmişəm ki, cavab yoxdur. yaxşı, olsun. İndi 19-u de. 19 hanı? Neydi? 18 deyil, 16 deyəsən. 16 vermişdim mən. Sağlam. Hə. Çox sağ olun müəllim. Aha. Fx. Hasilin integralını tapmağı bilmirik də, elə deyilmi? Bilmirik. Buna görə sadələşdirməliyik. Bəli. Yəni hasili cəbə çevirmə üsullarını bilirsənsə problem yoxdur. 2-də 1 atacaq qabağa. Bəli. Sonra vuracaq onu sinus üstə var. Sinus alfa üstə gəlsin beta. Olsun. Üstə Hə, gəl. Bir üstə dəfə də gəlsin. çıxması. Bir dəfə də onun çıxması. Hə. Ay, sağ ol. Çıxanda x-dan 3x çıxanda -2x qalır. Mənfi qabağa keçir. Ortadakı plus olacaq. İşarəsi dəyişəcək. Yaxşı. Hə. Tamam, yaz. Yaz. Aferin, bilirsən. Neysə. Yəni Yazıram. Deməyin. Qəbul sualıdır. Heç nə demirəm. Qəbul sualıdır, yaxşı? Diqqət. Bəli, başla. Bax. Dəqiq. C-ni 1 tapdım da. Hə, yerinə qoyubdu da. Hə. Düzdür. B bəndidir cavab. Yaxşı? Hə, x kubu çıxılsın x kvadratı üstə gəlsin 5x üstə gəl 1. Ay, sabah qəbula düşmüş suallardan biridir. Ağıllı. İndi yazırsan 22 ilə 24-ü. Sonra ev tapşırıqlarını verəcəm. Bir də saatlarını dəqiqləşdirək. Bir bunları yaz. Tutdun da integral söhbətini. Bəli. Müəyyən integralda sərhədlər verilir. Day sərhədləri qoyursan da yerinə. Bəli. Tamam. Mən yerləşdirim bunu YouTube-a.